Sözlərdən birində sait uzanması yoxdur. Xəyanət sözündə A saiti uzanır. Davranış sözündə yoxdur. Nümayəndə A saiti uzanır. Təriqət İ uzanır. Möcüzədə Ö uzanır. Sualın doğru cavabı olur B variantı. Cərgələrdən biri məna tayları müxtəlif nitqçələrinə aid anonim sözlərdən ibarətdir. Bax, A bəndindən divanı çıxırıq. Bütün mənaları isimdir. B-dən əqrəbi çıxırıq, mənaları isimdir. D-dən oxşamağa çıxırıq, mənaları feildir, yəni müxtəlif nitqçələrə aid deyil. Y-dən də topu çıxırıq, bütün mənaları isimdir. Doğru cavab olur C variantı. Göy sözünün mənaları isim, sifət, inci, isim, sifət, bir feil kimi incimək, bir də inci mirvari, gül, gülmək, bir də gül çiçək mənasında. Yəni buradakı hər üç sözün mənaları müxtəlif nitqçələrinə aiddir. Doğru cavab olur C variantı. Hansı cümlədə fərqləndirilən söz feildən düzəlmişdir? Gəlin baxaq görək, hansı fərqləndirilmiş söz feildən düzəlib. Sinəsinə qısılıb titrəyən qızının saçını sığalladı. Buradakı lalə şəkilçisi sığaldan, adlardan feil düzəldən şəkilçidir. Bunu çıxırıq. Məqsədi bir neçə gün burada gecələməkdir. Yenə buradakı lə şəkilçisi adlardan feil düzəldən şəkilçidir. Bu da feildən düzəlməyib, gecələmək zərfdən düzəlib. Uşaqlar bir-biri ilə güləşirdilər. Bu cümlədə ümumiyyətlə düzəltmə feil yoxdur. Su ilə yağ bir-birinə qarışmır. Yenə burada düzəltmə feil yoxdur. Uğultu əks-səda verib xeyli uzaqlara yayıldı. Burada yaymaqdan yayılmaq. Ul şəkilçisi feildən feil düzəldən şəkilçidir. Sualın doğru cavabı olur Y variantı. Hansı cərgədə uyğunluq pozulub? Cədvəlin sol tərəfində çoxaltma dərəcəsində işlənmiş sifətdir, sağ tərəfində azaltma dərəcəsində işlənmiş sifətdir. İndi baxaq görək, hansı bənddə bu verilən uyğunluqlara zidd bir fikir var. Məsələn, tünd göy çoxaltma dərəcəsində sifətdir, az yuxulu azaltma dərəcəsi olan sifətdir, dop dolu çoxaltma dərəcəsi olan sifətdir, yastı təhər azaltma dərəcəsində olan sifətdir, olduqca sərin çoxaltma dərəcəsində olan sifətdir, açıq qəhvəyi azaltma dərəcəsində olan sifətdir. Daha gec çoxaltma dərəcəsində işlənmiş sifət deyil. Çünki bu əlamətlər sifətlərə artırılanda çoxaltma və azaltma dərəcəsini yaradır, meydana gətirir. Alabəzək də gördüyümüz kimi bəzək nə deyil? İsimdir. Yəni ala sözü sifətlərə artırılarsa, məsələn, ala yarımçıq, alaçı və s. Alabəzək burada sifət mövqeyindədir, adi dərəcədədir, yəni azaltma dərəcəsində deyil. Ən kiçik çoxaltma dərəcəsi olan sifətdir, sarımtıl azaltma dərəcəsi olan sifətdir. Yəni gördüyümüz kimi uyğunluq D bəndində pozulub. Sualın cavabı olur D bəndi. Hansı cümlədə həm qeyri-müəyyənlik bildirən yəlik, həm də qeyri-müəyyənlik bildirən təsirli halda olan söz işlənmişdir? Müəllim onların ürkək baxışlarının arxasında həvəs və maraq gördü. Burada baxırıq, ürkək baxışları, ürkək bir sifətdir, qeyri-müəyyənlik halda deyil, yəni onların baxışlarındadır, baxışlarının arxasında həvəs və maraq gördü. Qeyri-müəyyən təsirli halda söz var, amma qeyri-müəyyənlik halda isim yoxdur, yəni söz yoxdur. Bəzi yerlərdə qala divarından yuvarlanıb düşən daşlar yolu kəsmişdi. Qala divarından qeyri-müəyyənlik halda söz var, amma qeyri-müəyyən təsirli halda olan söz yoxdur. Sifətindəki yorğunluq fəaliyyətə geniş meydan tapa bilməməsindən idi. Bu nümunədə ümumiyyətlə geniş meydanı tapa bilməməsindən idi. Qeyri-müəyyən təsirli halda söz var, amma qeyri-müəyyənlik halda söz yoxdur. Azərbaycanı gəzib müəllimlər seminariyası üçün qeyri-müəyyənlik halda söz, tələbə axtarmışdı qeyri-müəyyən təsirli halda söz. Küncdəki seyfdən iri bir qovluq çıxardıb masanın üstünə qoydu. Qeyri-müəyyən təsirli halda söz var, amma qeyri-müəyyənlik halda söz yoxdur. Sualın doğru cavabı olur D variantı. Bu cümlədə həm qeyri-müəyyənlik bildirən yəlik halda söz, həm də qeyri-müəyyənlik bildirən təsirli halda söz işlənmişdir. Müttəfiq sözünün fonetik xüsusiyyətlərinə bağlı yanlış fikri müəyyən edin. Sözün əvvəlcə düzgün tələffüz şəklini müəyyənləşdirək. Müttəfiq. Yəni qoşa T söz ortasında T-dı kimi tələffüz olunur, Q samiti də alınma sözlərdə Q kimi tələffüz olunur. İndi baxaq görək yanlış fikir hansıdır.
Kar cingilti samit cütlüyü işlənib. TD var. Bəli. Samitlərdən ikisi fərqli tələffüz olunur. Bəli. T'nın biri Q. Doğrudur. Saitlərdən heç bir uzun tələffüz olunmur. Bəli, uzun tələffüz olunan sait yoxdur. V səsinin kar qarşı iştirak edir. V, F. Doğrudur. 3 cingiltili 2 kar samit işlənib. Baxaq görək. 1, 2 cingiltili 3 kar samit. Yəni tərsinədir. Bu fikir səhvdir. Sualın cavabı olur Y variantı. Nümunələrin birində saydan sonra gələn ismin işlənməsinə səhvə yol verilib. Yüzlərlə qonaq həm təkdə həm cəmdə işlənə bilər. Bu doğrudur. Az şəhər ancaq təkdə işlənir. Doğrudur. Bir çox işlər, ümumiyyətlə bir çox və bir sıra saylarından sonra gələn isimlər həmişə cəmdə olur. Bu doğrudur. Amma burada fikir verin. Bir sıra idmançı, idmançı təkdə, idmançı da lar olmalıydı. Deməli bu səhvdir. 40 quldur da doğrudur. Sualın cavabı olur Y variantı. Nümunə ilə bağlı uyğun fikirləri müəyyən edin. Uşaqlar pətəyindən hürgüdülmüş arı kimi xeyli çaxnaşdıqdan sonra yataqxanadan uzaqlaşdılar. Buradan doğru olan fikri seçməliyik, buradan yanlış olan fikri seçməliyik. Baxaq görək hansı fikir doğru, hansı fikir yanlışdır. Saya aid yalnız bir nümunə işlənib. Bu cümlədə say yoxdur. Bu səhvdir. İsimlər adlıq və çıxışlıq haldadır. Uşaqlar, adlıq, pətəyindən, çıxışlıq, arı, adlıq, xeyli çaxnaşdıqdan sonra yataqxanadan çıxışlıq. Bəli, bu doğrudur. 2 doğrudur. 2 ilə başlayanlar yadda saxlayırsınız. Yedirəncə cavabına çıxdı ki, sifət adi dərəcədə işlənib. Bu cümlədə sifət var. Yox. Deməli, bu səhvdir. Fərqlərindən söz qurulusu düzəltmədir. Bəli, uzaqdan uzaqlaşmaq doğrudur. Deməli, mən buradan 2-ni seçməliyəm, buradan da 3-ü seçməliyəm. Cavab olur C variantı. Hansı cümlədə bir sözü say kimi işlənməyib? Həmin zamanlar onun bir evi, yaxşı maaşı olan işi də var idi. Bir evi, bir burada saydı. Özümə bir otaq yoldaşı axtarırdım. Yəni bir nəfər yoldaş axtarırdım mənasında saydı. Axşam qaranlığı kən üzərində nazik bir pərdə kimi örtülmüşdü. Ümumiyyətlə yadda saxlayın, sifət və isim arasında işlənən bir heç vaxt say kimi işlənmir. Əgər bu say olsa, bir nazik pərdə kimi olsa, bunda saydı. Amma sifətlə isim arasındasa bu say deyil. Demək, bu cümlədə say yoxdur. Bağdan tapdığımız kəhliyin bir gözü çıxmış, bir qanadı sınmışdı. Yəni, buradakı birlər saydı. Kənddən bir çuval un gətirə bilsən, çörəyə pul verməzsən, bir sözü saydı. C bəndəki cümlədə bir söz say kimi işlənməyib, köməkçi hissəsi kimi işlənib. Sualın cavabı olur C variantı. Biri sinonimlik təşkil etmir. A bəndində ümumiyyətlə yadda saxlayaq ki, sinonimlər eyni hissəsinə aid olmalı. Düzdür? Məsələn, A bəndə fikir verirsiniz, bol sifətli, çox saydı. Bunlar sinonim ola bilər? Xeyr. Deməli, cavabımız elə olacaq A variantı. Lovğa təkəbbürlü sinonim sifətlərdir. Qəddar zalım sinonim sifətlərdir. Yad özgə sinonim sifətlərdir. Asta, yavaş. Bunlar da sinonimlərdir. Eyni bir hissəsinə aid olur. Sifət kimi də işlənə bilirlər. Cavabımız oldu A variantı. Bolla çox sözü sinonimlik təşkil etmir. Əhmədin nəsihətləri puldan üstün tutması nəyi göstərir? Ümumiyyətlə, mətndə diqqətlə fikir verirsiniz. Əhmədin pulu deyil, öyrənmə marağının üstün gəlməsinə görə sözləri, nəsihətləri seçir ki, öyrənsin ki, görək bunlar nə olan şeydir. Yəni, o daha çox belə deyək ki, mənəvi dəyərlərə üstün verir. Pula da o qədər üstünlük vermir. Sualın cavabı olacaq C variantı. Öyrənmə marağının daha üstün gəlməsi nəsihətləri seçməsinə gətirib çıxarır. Hansı başlıqlar mətnin plan bəndi ola bilər? 1 ola bilər. Bəli, mətndə Əhməd oxumaq üçün ailəsindən uzağa gedir. Bəli, bunu 1 kimi qəbul edirik. Harada 1 varsa saxlayırsınız, digərinə çıxır. Haqsızlığa sərt reaksiya. Yəni, mətndə Əhməd özü haqsızlığa məruz qalsa da heç vaxt sərt reaksiya vermir. Deməli, bu 2-ni çıxıram. Meşə yolundakı sınaq. Bəli, doğrudur. Əhməd meşə yolunda sınaqla üzləşir və o sınaqdan almaq çıxır. Belə deyil. Ona da 3-ü də qəbul edirik. Qayğısız tələbəli illər. Yəni, bunu deyə bilmək üçün ki, o tələbəli illərində işləyibdir. Düzdür. Ona görə də bunu çıxırıq. Zəhmət və səbirin qarşılığı. Bəli, sonda Əhməd həm zəhmətinin də səbirinin qarşılığını alır. Ki, çörəyi kəsəndə içindən pul tökülür. Sən demə, maaş çörəyin içərisinə qoyulubmuş.
Cavabımız olur 1, 3, 5 Y variantı. Mətnin ideyasına uyğun gələn fikri müəyyən edin. Mətnin ideyasına uyğun gələn fikir B variantı səbir və ehtiyat uğurun tələbidir, təməlidir. Belə ki, mətndə də gördüyümüz kimi mətn ümumiyyətlə səbirli və ehtiyatlı olmağı təbliğ eləyir. Bu mətnin ana xəttidir. Əhməd də bax həm səbirli, həm də ehtiyatlı davrandığı üçün sonda uğur qazanır. Doğru cavab olur B variantı. Mətnlə bağlı yanlış fikirləri müəyyən edin. Əhməd kişinin hər iki nəsihətin faydasını gördü. Bəli, bu doğrudur. Bir olan bəndləri çıxırıq. Çünki bizdən yanlış fikirlər istəyir. Oxuduğu müddətdə ailəsi Əhmədə maddi dəstək oldu. Xeyr, tərsinə. Əhməd həm oxuyur, həm də işləyir, qazandığı yarısını da evə göndərirdi. 2 ilə başlayan saxlısı digərini çıxırıq. Kişi Əhmədin zəhmət haqqını qeyri-adi yolla verdi. Bəli, çörəyin içərisinə qoyur və də ödəyə bilir. Doğrudur. Dərviş Əhmədin çantasında çoxlu pul olduğunu bilirdi. Xeyr, Dərviş bunu bilmirdi. Yəni, mətndə belə bir məlumat yoxdur. Doğru cavab olur 2-4 D variantı. Əhmədin kişinin verdiyi birinci nəsihətə əməl etməsinin nəticəsi nə oldu? Bax, burada nə deyir? Deyir, birinci nəsihət, qəzəblənib bir iş görmək istəsən, əvvəlcə biraz səbir elə. İkinci nəsihət, tanımadığın adamla yol getsən, nə bağda karvan yolundan kənara çıxasan. Əhməd çox qəzəblənir, amma susur. Onun sakitliyini görən kişi ona 2 çörək verib, birini yolda yeməyə, dəsmala bükülmüş olan isə evdə ailəsi görüşməyi tapşırır. Deməli, Əhməd qəzəblənir, amma susur. Bu nə deməkdir? Kişi ilə münasibətləri korlanmadan ayrıldı. Bax, sualın cavabı olur C variantı. B-də deyir ki, Dərvişin təklifi onu yoldan çıxarmadı. Bu ikinci nəsihət. Çünki orada nə deyir? Tanımadığın adamla yol getsən, nə bağda karvan yolundan kənara çıxasan. Bu ikinci nəsihətlə bağlıdır. Cavab olur C variantı. Kişi ilə münasibətləri korlanmadan ayrılır. Çünki qəzəblənir, əsəbləşir, amma reaksiya vermir. Kişiyə bir söz demir. Mətnə əsasən birinci və ikinci nəsihətlərlə bağlı ən düzgün fikri müəyyən edin. Birinci nəsihət nədir? Qəzəblənib bir iş görmək istəsən, əvvəlcə səbir elə. İkinci nəsihət, tanımadığın adamla yol getsən, nə vaxtda karvan yolundan kənara çıxasan. Biz bu nəsihətlərdən yola çıxsaq, cavabımız olacaq. D variantı niyə? Birinci nəsihət hisslərə nəzarəti, ikinci nəsihət xarici təsirlərə qarşı aylığı öyrədir. Cavab olur D variantı. Hisslərə nəzarət səbirli olmaq, xarici təsirlərə qarşı ayıqlıq, yəni tanımadığın birinlə yol getsən, əsas yoldan, karvan yolundan kənara çıxma. Cavab olur D. Qarşısında rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Baxaq görək, hansı cümlələrdə sözlər həqiqi mənada işlənib. Ailənin çörəyi daşdan çıxırdı. Bu məcazi mənada işləndiyinə görə B var, yəni bir olan bəndləri çıxırıq. B ilə C-ni. İllər sonra təhsilini bitirib kəndə qayıdarkən yolda tanımadığı bir kişi ilə qarşılaşır. Burada bütün sözlər həqiqi mənada işlənib. Ona görə 2 ilə başlayanları saxlayırsınız, yerdə qalanı çıxırıq. 3-ə baxırıq. İlin sonunda kişi başqa bir təklif irəli sürür. Təklif irəli sürmək, məcazilik var. 3-ü də çıxırıq. 4-ə baxırıq. Sağollaşıb yola düşən Əhməd Dərviş və Zəvvarla rastlaşır. Yola düşmək, fraza birləşmə, məcazilik var. Evə çatanda dəsmalı açır ki, çörəyi ailəsi ilə bölüşsün. Bu cümlədəki sözlər həqiqi mənadadır. Cavab oldu 2-5A variantı. Kişi ikinci çörəyi nəyə görə dəsmala bükülmüş halda verdi? Sualına ən uyğun cavab hansı ola bilər? Son abzasda baxın, deyir ki, evə çatanda dəsmalı açır ki, çörəyi ailəsi ilə bölüşsün. Dəsmalın içərisinə kağız qoyulmuş. Orada isə yazılmışdı. Oğul, Əhməd, nəsihətlərimi unutma. Çörəyi kəsəndə içindən pul tökülür. Sən demə, maaş çörəyin içərisinə qoyulubmuş. Çörəyin içərisində pul olduğunu gizlətmək üçün onu dəsmala bükülmüş halda verir. Sualın cavabı olur A variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin 2 qarşılığını yazın. Qəzəblənmək sözünün qarşılıqlarından ikisini yaza bilər. Məsələn, qəzəblənmək, hiddətlənmək, hirslənmək, acıqlanmaq. Sonra yazarıq, məsəl üçün, özündən çıxmaq və s. Bu kimi ifadələrdən ikisini yazıb sualı cavablandıra bilərsiniz.
Mətnə görə cədvəli doldurun. Əhmədin kişiyə faydası, kişinin Əhmədə faydası. Bax, Əhmədin kişiyə faydasını bax, buradan fikir verin. Kişi deyir ki, gəl bir il yanımda işləyib əkin biçinimə kömək elə, 1000 manat verəcəyim. Sonra da bəlkə o sözü dedim. Əhməd razılaşır, zəhməti bərəkət gətirir, kişinin məhsulu 2-3 qat artır. Qeyd edə bilərik ki, Əhmədin zəhməti kişinin əkin biçinini bərəkətləndirir. Bunu qeyd edə bilərik. Kişinin Əhmədə faydası nə olur? Ona nəsihətli fikirlər verir. Onun başına gələcək bəlalardan xilas eləyir və s. və s. Yaza bilərik ki, Əhmədə həyatda uğur qazanması üçün faydalı nəsihətlər verir. Bax, bu gördüyünüz cümlələrə, fikirlərə uyğun cavab yazıb sualı yekunlaşdıra bilərsiniz. Bu qanunlar o qədər sərt idi ki, onları qanlı qanunlar adlandırırlar. Cümləsi ilə mətnin neçənci abzasını genişləndirmək daha uyğun olar. Fikir verirsə, əsasən qanunlar 3-cü abzasda vurğulanır. Hökumət avara və dilənçilərə qarşı qanunlar qoydu. Avara adam birinci dəfə tutanda bədəndən qan çıxana qədər döyürlər və s. və s. Bax, bu fikir ilə 3-cü abzasdakı fikirlərə davam olaraq artıra bilərik. Doğru cavab olur D variantı. Mətnlə bağlı uyğun fikirləri müəyyən edin. Cədvələ baxırıq. Buradan doğrunu, buradan da yanlışı seçirik. Üsyan məğlub olsa da çəpərləmələrin dayandırılmasına nail olundu. Bax, son cümləyə fikir verin. Deyir, çəpərləmə isə davam etdi. Deməli, bu yanlışdır. Bir olan bəndləri çıxırsınız. Kəndli üsyançı dəstələrinə şəhərlilər də iştirak edirdilər. Bax, fikir verirsiniz burada. Deyir, kəndlilər qraflığın paytaxtı yaxındakı meşədə məskən saldılar, şəhərlilər də onlara qoşuldular. Bu doğru fikirdir. 2 ilə başlayanla saxlayırıq, yerdə qalan çıxırıq. Yanlışdırdan yanlışı seçməliyik. Hökumət avaralara qarşı sərt fiziki tədbirlər həyata keçirirdi. Bu doğrudur. İngiltərə krallarının bütün tələbləri kəndlərin zərrinə olurdu. Xeyr, krallıq əslində çəpərləmənin dayandırılması üçün belə deyək ki, qanun irəli sürmüşdü, amma torpaq sahibləri, imtiyaz sahibləri buna fikir vermirdilər. Deməli, bu yanlışdır. Cavab olur 2-4 D variantı. Mətnə görə kəndlilərin hökumətdən əsas tələbi nə idi? Mətndə də qeyd olunur ki, kəndlilər çəpərləmələrin dayandırılmasını istəyirdilər, iri torpaq sahiblərinin icma örüşlərindən istifadə etmələrinin qadağan olunmasını və s. tələb edirlər. Bu fikirlərdən yola çıxaraq cavabı A bəndi seçə bilərik. Çəpərləmələrin dayandırılması və iri icma sahiblərinin hüquqlarının məhdudlaşdırılmasını istəyirdilər. Cavab olur A variantı. Mətnə görə biri yanlışdır. Burada səbəb verilir, burada da nəticə. Bu nəticələrdən biri səhv olmalıdır. Çəpərləmə nəticəsində kəndlilər torpaq və əmək alətlərini itirdilər. Nəticədə kənd təsərrüfatının süqutu. Mətndə ümumiyyətlə kənd təsərrüfatının süqutundan danışılmışkən belə bir fikir yoxdur. Səfil həyat tərzi var. Ucuz işçi qüvvəsi yaranması var. London cəmaatının 1/4-nin dilənçiləşməsi, səfil həyat tərzi var. Sosial gərginlik və üsyanlar var. Yəni A bəndindəki fikir səhvdir, digərlər doğrudur. Cavab olur A variantı. Mətndə tünd qara hərflərlə verilmiş ifadə hansı cümlədə mətndəki mənada işlənmişdir? Burada döymək sözünün həqiqi mənasından gedir və eyni məna da D bəndində. Həsən kişi indiyə qədər heç vaxt oğlunu döyməmişdi. Buradakı döymə ilə mətndəki döymək eyni mənadır. Cavab olur D variantı. Mətnə görə çəpərləmələrdən hansı qrup mənfəət əldə etdi? Bax, ilk abzasda fikir verin. Deyir, çəpərləmə nəticəsində torpağı və əmək aləti olmayan çoxlu azad adamlar meydana çıxdılar. Onlar kapitalistlər üçün ucuz işçi qüvvəsi idilər. Deməli, buradan belə nəticəyə gələ bilərik ki, cavab olacaq D bəndi. Niyə? Çünki işçi qüvvəsi daha sərfəli oldu. Kapitalistlər ən çox mənfəət əldə edir, çünki işçi qüvvəsi daha sərfəli olur. Cavab olur D. Mətnə görə hadisələrin düzgün ardıcılığını müəyyən edin. Əvvəlcə ilk abzasına deyək, kəndlilər əllərindəkini itirirlər. Deməli, insanların əllərindəkini itirməsi 3, bunu itirəndən sonra hər şey itir və onlar müflisləşirlər, kasıblaşırlar, sosial vəziyyət dəyişir 1.
Sonra bu avaralıq çoxalır, səfiliyyət artır və dövlət sərt tədbirlər görür. 4. Ən sonunda da üsyan baş verir və onun nəticələri də göstərilir. Cavab olur 2. Arıcılıq belə olacaq. 3. İnsanların əllərindəki itirməsi. 1. Sosial vəziyyətin dəyişməsi. 4. Dövlətin sərt idarə tədbirləri. 2. Müqavimət və onun nəticələri. Bu da hardadır? C bəndindədir. Sualın cavabı olur C variantı. Mətndə çərçivə içərisində verilmiş ifadənin kontekstə uyğun mənasını müəyyən edin. Burada deyir, İngiltərədə müflisləşmiş kəndləri aşağı muzla işləməyə məcbur edirdi. Aşağı deyəndə burada ucuzdan söhbət, ucuzluqdan söhbət gedir. Doğru cavab olur B variantı. Yəni kəndləri ucuz muzla, ucuz əmək haqqı ilə işləməyə məcbur edirdilər. Cavab olur B. Mətnə əsasən nöqtələrin yerinə uyğun ifadə yazın. Kəndlilər 29 maddədən ibarət tələb hazırladılar da qeyd edə bilərik. Hazırladılar. Və yaxud da irəli sürdülər də deyə bilərik. İrəli sürdülər. Bax, hər iki mənaya uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz. İngiltərə krallığı kifayət qədər nüfuza malik deyildi. Fikrini mətndəki hansı fakta görə əsaslandırmaq olar? Bax, bu ikinci abzasın son cümlələrinə fikir verin. 16-cı əsrdə İngiltərə kralları dəfələrlə çəpərləmələrin dayandırılması, kəndlərin öz yerinə qaytarılmasını tələb edirdilər, lakin çəpərləmələr davam edirdi. Bax, bu fikri bura qeyd edərək sualı cavablandıra bilərik. Deməli, krallar dəfələrlə çəpərləmələrin dayandırılması üçün tutaq ki, qərar vermişdilər. Ancaq icma sahibləri buna fikir vermirdilər. Buna məhəl qoymurdular. Bu da kralların nüfuzunun aşağı olmasının göstəricisi idi. Bax, buna uyğun fikirlər yazıb sualı cavablandıra bilərsiniz.